Gündə Telegramda paylaşacağam. Hı. Deməli, uşaqlar, çəki cismin dayağa və askıya göstərdiyi təsir qüvvəsidir və çəki ilə ağırlıq qüvvəsinin ortaq fərqli cəhətləri var. Sonra əvvəlcə mən sizə çəki ilə ağırlıq qüvvəsinin fərqlərindən danışacağıq. Çəkinin istiqamətini göstərmək istəyirsinizsə, mütləq onun toxunduğu yerdən aşağıya doğru çəkəcəksiniz. Amma ağırlıq qüvvəsini istəyirsə, tam mərkəzindən aşağıya doğru F ağırlıq yaza bilərik. Məsəl üçün, hər hansı bir dayağı bu formada verə bilər. Məsəl üçün, divardan asılmış saat. Bu bizim cismimizdir. O zaman bizdən çəkinin istiqamətini soruşsa, toxunduğu yerdən perpendikulyar, amma ağırlıq qüvvəsini soruşsa, yenə də həmişəki kimi, məsəl üçün, yer buradadır da, bura yer səthidir. Bu divar idi. Və bu ağırlığın istiqaməti olacaqdır. Həmçinin mail müstəvi üzərində də biz bunların fərqlərini aydınlaşdıra bilərik. Tutaq ki, bir maili bir müstəvi verib, burada da ağırlıq qüvvəsi yenə bunun mərkəzindən, bu tutaq yer səthidir də. Buraya yazıram yer. Onda bax, MC burada aşağıya doğru yönəlir. Yəni, bu F ağırlığın MC'sidir. Amma çəki toxunduğu yerdən dayağa perpendikulyar. Sonra burada əlavə olaraq biz dayağın reaksiya qüvvəsindən də danışa bilərik, yoldaşlar. Dayağın reaksiya qüvvəsi isə çəkinin tam əksinədir. Yəni, P bərabərdir mənfi N yazmaq olar. Newtonun 3-cü qanununa tarazlaşır. Bax, buradan toxunduğu yerdən tam yuxarıya bir N yaza bilərsiniz. Həmçinin, bax, burada ikinci şəkildə də N-i bu formada göstərə bilərsiniz. Eynən maili müstəvidə də dayağın reaksiya qüvvəsini bu formada göstərə bilərsiniz. Dayağın reaksiya qüvvəsi də həmçinin N bərabərdir mg ilə tapılır. Sadəcə dediyim kimi, bu qüvvələrin tətbiq nöqtələri və istiqamətlərində fərqlilik var. Qiymət cəmi eyni qiymətlər də yəni ala bilər. Və çəki də yenə dinamometrlə ölçülür. Çəki də yenə vektorial kəmiyyətdir. Müəyyən bir istiqaməti var, müəyyən bir tətbiq nöqtəsi var. Amma yadda saxlayın ki, əgər bu cisim sərbəst düşürsə, sərbəst düşəndə yəni başlanğıc sürəti olmursa, bu zaman bu cisim çəkisizlik halında olur. Yəni P bərabərdir 0 olacaqdır. Çünki cismin mayedə üzən zamanda bir dayaq nöqtəsi olmur. Havadan hərəkət eləyən zaman, məsəl üçün quşdur, havada hərəkət eləyirsə, o hansı dayağa təsir göstərir ki? Deməli, bu zaman siz bu çəkini 0 götürə bilərsiniz. Çəki o zaman var ki, çəki dayağa və askıya, hər hansı bir yerə təsir göstərir. Məsəl üçün, partanın üzərinə qoyulmuş kitab və ya sizin çiyninizdən asılmış çanta. Bunların hər birinin müəyyən çəkisi də var, ağırlıq qüvvəsi də var. Kütləsi olduğuna görə həmişə ağırlıq qüvvəsi var və bu ağırlıq qüvvəsi harda olursa olsun, M vurulsun J ilə tapılacaq. İstiqaməti də yerə doğru yönəlmiş olacaq. Yeri harda verirsə, ora doğru. Amma çəkini soruşsa, mütləq baxın, görün bu cisim hara tətbiq olunur. Çünki, məsəl üçün, bayaq göstərdiyim kimi bu cisim divardan asıla bilər və yaxud da havada qala bilər. Tutaq ki, quş. Tətbiq nöqtəsi olmadığına görə o zaman çəki 0-a bərabər olur. Bu zaman nümunə əlavə deyə bilərsiniz. Siz suyun üzərində üzən zaman. Bir topdu atdın qaba, su dolu qaba və bu zaman nə olur? Suyun üzərində üzür. Burada cisim deməli çəkisizlik halındadır. Həmçinin havada hərəkət eləyən bir helium şarlar. Heç bir tətbiq nöqtəsi olmadığına görə onun da çəkisi 0-a bərabərdir. Və ya binanın üzərindən tullanan pişik yerə çatana qədər, məsəl üçün, iki binadan hündür bir mərtəbələrdən bir-birinə tullana bilər də, eyvandan eyvana tutaq ki. Bu zamanda yenə çəkinin qiyməti 0-a bərabər ola bilər. Nə zaman? Havada olduğu müddət qədər. Bu belə. Sonra və məsəl üçün, tutaq ki, bir ipdir, ipdən asılmış bir cisim verir sizə. Bu tipdə suallar çox düşür. Deyir ki, harda nədir? Harda qüvvələrin istiqaməti doğru göstərilib. Bax, burada bu cismə təsir edən qüvvələri biz göstərmək istəsək, bax, burada bunun F ağırlığı var, həmişəki kimi. Bu, əgər bizdə yer səthi verilibsə. Sonra toxunduğu yerdən yuxarıya doğru, baba burada bir gərilmə qüvvəsi var.
O gərilmə qüvvəsini də yenə biz mg ilə tapa biləcəyik. Bir də tam da ipin bağlandığı yerdən yuxarıya doğru, nədir, yuxarı deyirəm, baba burada belə P'si var. Bu da bizim çəkimizdir. Başa düşdükmü? Və gərilmə qüvvəsi, həmçinin də reaksiya qüvvəsi tarazlaşmış oldu burada. Yəni bu eni də mg ilə yenə tapa bilərik və istiqaməti də yenə də bu T gərilmənin istiqaməti ilə eyni yöndə yönəlmiş olur. Dedik ki, və bu zaman ağırlıq qüvvəsini də qeyd edeyim ki, heç vaxt qiyməti sıfır olmur, nə də artmır, nə də azalmır. Amma çəkinin qiyməti arta bilər, azala bilər və sıfır ola bilər. Bu, bunların fərqli cəhətlərindəndir. Məsələn, çəki nə zaman arta bilər? İşdir. Sizə deyə bilər ki, cisim yuxarıya doğru hərəkət eləyir və artan təcillə. Deməli, belə çıxır ki, ə, necə eləyək? Məsəl üçün, yuxarıya doğru artan təcil deməyimi? Yuxarıya doğru, amma yeyinləşən. Tutaq ki, belə desin. Bu zaman yeyinləşən deyirsə, deməli, bunun təcili də bu istiqamətdədir. O zaman çəkinin düsturu belə hesablanacaq. MJ üstəgəl A. Əgər desəydim ki, yuxarıya doğru, amma yavaşlayan. Onda yavaşlayan dedisə, sürətlə təcil əksi olur axı. Onda aşağıya doğru A yazaram. Onda olur belə. M vur J, çıx A. Sonra desəm ki, aşağıya doğru hərəkət edir, amma yeyinləşən. Onda təcil də deməli yeyinləşəndirsə V ilə eyni istiqamətdə olur. Deməli P bərabərdir yenə MJ çıxılsın A yazacaqsınız. Bir də aşağıya doğru, amma yavaşlayan desək, onda yavaşlayan deyirsə, sürət və təcil bir-birinin əksi olur axı. Yəni A-nı yuxarı yazaram. Onda A da yuxarı olanda çəkinin qiyməti olur M vur J plus A. Mütləq, yəni uşaqlar, bu mövzuda sizi bu plus minuslar çox çaşdıra bilər. Amma diqqətli olun. Yeyinləşən deyirsə A ilə V eyni istiqamətlərdə olmalıdır. Ya ikisi də aşağı, ya ikisi də yuxarı olmalıdır. Amma yavaşlayan deyirsə A yuxarı olanda V aşağı, ya da A aşağı olanda V yuxarı olmalıdır. Və mütləq ki, hərəkətin ilk hissəsinə baxın. Məsəl üçün, deyəcək ki, yuxarı sözlə də lap yazıram. Yavaşlayan. Ucuba bu yuxarı sözünə görə siz V-nin istiqamətini təyin edirsiniz. Yavaşlayan dedisə, deməli, burada da təcilin istiqamətini tapa bilərsən ki, A ilə V bir-birinə əks olsun. Və təcil də həmişə yadda saxlayın. Aşağıdırsa, qabağında bir minus işarəsi olacaqdır. Yuxarıdırsa, qabağında bir plus işarəsi olacaqdır. Bu zaman çəkinin qiyməti öz sükunət halından artmış olur. Yəni, buranı açsam, MJ üstəgəl MA, fikir verirsiniz. Burada oldu nə? MJ çıx MA, yenə burada MJ çıx MA, burada isə MJ plus MA. Görürsən, hər ikisində, baba, bu birinci hərəkətlə dördüncü hərəkətdə çəkinin qiyməti artdı. Çəkinin qiyməti artması əlavə yüklənmə deməkdir. Əlavə yüklənmə isə bizim çəkimizin neçə dəfə fərqləndiyini göstərən bir kəmiyyətdir. Yəni, məsəl üçün, ağırlıq, cismin çəkisinin, daha doğrusu, ağırlıq qüvvəsindən və yaxud da sükunət çəkisindən neçə dəfə böyük olduğunu göstərən bir kəmiyyətdir. Və buna biz əlavə yüklənmə deyirik. Düsturunu da bax, buradan yaza bilərik ki, N bərabərdir. P bölünsün F ağırlıqdır. P-nin yerində yazacağım MJ üstəgəl A. Oy, bir dəqiqə. F ağırlığın da qiyməti MJ-dir. Axı dedik ki, artanda çəkinin qiymətində fərqlilik olur, əlavə yüklənmə olur. Ona görə də mötərizəni vurub açsaq və bunları tərəf-tərəfə bölsək, olacaqdır belə. 1 üstəgəl MA bölünsün MJ, yəni burada da A bölünsün J ifadəsi qalır.
Bu belə bizim əlavə yüklənməmizdir. Ola bilər ki, cismin çəkisi ağırlıq qüvvəsindən az olsun. O zaman da N bərabərdir. Yenə P bölünsün F arximet yazırıq. Yəni bu əlavə yüklənmə sayılmır da. Sadəcə sistemin təcilini filan soruşa bilər sizdən. Onda yuxarıda artıq MJ minus A yazacaqsınız. Sizə rahat olsun deyə eynən bu formada burada bir dənə çıxılsın A qalır ortada. Bunu da belə silək. Niyə silirdim ki? Vəbşə lazım deyil axı. Hə. Sonra keçək nəyə? Bunların qrafiklərindən danışaq sizə. Çəki artan halda bunun qrafiki olacaq əvvəlki halından MA qədər çox. Yəni biz burada P-nin A-dan asılılığını qurmaq istəsək, və birinci qrafikə uyğun. Bu axı MJ plus MA-dır. Yəni müəyyən nöqtədən A artan. Və bura MJ yazmalıydım. Amma burada minus EMA olan qrafiklərdə P-nin qiyməti yəni azalır, təcildən asılı olaraq azalır. Yəni baba belə olacaqdır. Burada bir MJ yazırıq. Bu belə. Sonra, həmçinin uşaqlar buna uyğun olaraq bu ifadələrin hər biri ilə biz deməli dayağın reaksiya qüvvəsini də yaza bilərik. Eynən bu üsullarla enləri də tapa bilərik. Gərilməni də tapa bilərsiniz. Əgər ipdən asılıbsa, başqa nə qaldı? Heç nə.